Salam. Az öncə qəza etdim, indi polisi çağırım. Əgər yol nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almayıbsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıkdan sonra hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün polisə gəlməlidirlər. Sığorta dili ilə desək 1000 manat civarında baş verən hadisələr də hətta forma 4-də belə ehtiyac yoxdur. Sadəcə hadisə baş verəndə polisə məlumat verib sonra idarəyə gedin. Saatlarla başqa hərəkət iştirakçılarına mane yaratamayın. Polisə məlumat verdikdən sonra heç kim sizi hadisə yerini tərk etməkdə ittiham edə bilməz. Maşını yoldan çəkə bilərəmmi? Əgər siz hadisə yerindəsinizsə və sizin smartfonunuz varsa, dərhal kameranı açıb hadisənin bütün rakurslardan şəklini çəkin və daha sonra yolu boşaldın. Polis və sığortaçı bu şəkilləri qəbul etməyə borcludur. Lakin polis ilə az halda, sığortaçı ilə isə çox böyük problem yaşaya bilərsiniz. Qəza yerindən maşını kənara çəksəm, sığorta ödənişdən imtina edə bilərmi? Əgər avtomobilinizlə qəza baş verərsə və siz bu barədə sığorta şirkətinə vaxtında məlumat verməsəniz, şirkət hadisənin səbəbini və zərərin nə qədər olduğunu araşdıra bilməsə, şirkətin hüquqları pozulmuş olur. Eyni zamanda, əgər zədələnmiş avtomobili sığorta şirkətinə göstərmədən özünüz təmirə aparsanız və ya hadisə yerindən hərəkət etdirib vəziyyəti dəyişsəniz və nəticədə şirkət zərəri düzgün qiymətləndirə bilməsə, bu da şirkətin haqlarını pozur. Amma əgər avtomobil yolda təhlükə yaradırsa və ya əlavə zərər görməməsi üçün yerini dəyişmək məcburiyyətində qalsanız, bu hallar istisnadır və problem sayılmır. Əgər qəza baş verərsə və avtomobil yolda qalıb hərəkətə mane olursa, siz zərərin qarşısını almaq, əlavə fəsadların baş verməməsi və tıxac yaratmamaq üçün avtomobili hadisə yerindən kənarlaşdıra bilərsiniz. Amma bunu etməzdən əvvəl mütləq avtomobilin və hadisə yerinin şəkillərini və videolarını çəkin. Əgər bu çəkilişlərdə avtomobilin hadisə zamanı aldığı zərər aydın görünürsə və yol polisi də hadisə ilə bağlı sxem tərtib edirsə, sığorta şirkətinin sizə irad bildirmək haqqı olmur. Yəni qəza ciddi deyilsə, günahkar tərəf bəllidirsə, vaxt itirib yolun ortasında dayanmayın şəkilləri, videonu çəkin və avtomobili kənara çəkin. Bu həm özünüz üçün, həm də digər sürücülər üçün daha yaxşı olar.